Salam əziz yüksələn şirlər. 2026-cı ilin iyun ayı şərhinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcünə görə hazırlanır. Yəni, əgər siz yüksələn şirsinizsə, tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn şirlər, 21 iyuna qədər Günəş əkizlər bürcündə olacaq. Yəni sizin 11-ci evinizdə. Həyata yenidən bağlanmaq, həyəcanlanmaq kimi bir enerji görünür. Bəziləriniz karyera ilə bağlı addımlar atacaq, bəziləriniz isə uzun müddətli düşündüyü hədəflərinin arxasınca gedəcək. 11-ci ev çox gözəl bir evdir. Xəyallar, hədəflər, sosial çevrə, dostluqlar, karyeranın gətirdiyi nəticələr hamısı bu evlə bağlıdır. 21 iyuna qədər iş və karyera mühitində çox diqqət çəkəcəksiniz. İş görüşmələri, yeni əlaqələr və iş çevrəsində görünən olmaq üçün çox yaxşı bir dövrdür. Yeni başlanğıclar etmək üçün özünüzdə cəsarət tapacağınız bir dövrdür. 11-ci ev sosial çevrə evidir. Açıq havalar, tədbirlər, dostlarla görüşlər, çıxın, gəzin, sosiallaşın. Siz səhnə insansınız. Əylənərkən belə fərqli bir enerjiniz var. Bu dövrdə sosial həyatınız çox aktiv olacaq. Partilər, tədbirlər, dərnəklər, sosial qruplarda da diqqət çəkə bilərsiniz. 21 iyundan sonra Günəş Xərçəng bürcünə keçir. Yəni sizin 12-ci evinizə. Üstəlik, Merkuri planeti də ona qoşulur. Bu o deməkdir ki, idarəçi planetiniz olan Günəş artıq 12-ci evinizdə olacaq. Ona görə də xüsusilə sağlamlığınıza diqqət edin. Xüsusilə yaşı daha böyük olan yüksələn şirlərə diqqətli olmağı tövsiyə edirəm. Şirlərin ürək və damar sistemi həssas ola bilər. Özünüzü çox yormayın. 21 iyundan sonra enerjiniz biraz düşə bilər. Daha çox geri çəkilmək və tək qalmaq istəyə bilərsiniz. Şirlər normalda geri planda qalmağı sevməz. Amma bu dövrdə sanki biraz müşahidə etmək istəyəcəksiniz. Bu dövrdə bəzi dedikodular və arxanızca danışılan sözlər də qulağınıza gələ bilər. Çünki 12-ci ev gizli düşmənliklər evidir. Bəzi xoş olmayan şeyləri öyrənə bilərsiniz. Amma bu dövr həm də özünüzü daha yaxşı tanımaq və içinizə yönəlmək dövrüdür. Bu dövrdə ağlınız biraz qarışıq ola bilər. Özünüzü rahatlaşdıracaq şeylərlə məşğul olmaq sizə yaxşı gələ bilər. Məsələn, meditasiya, psixoloji dəstək, mənəvi mövzular, enerji çalışmaları sizə yaxşı təsir edə bilər. Burada bir vacib məsələ də var. 29 iyundan etibarən Merkuri retrosu başlayır və sizin 12-ci evinizdə olacaq. Zehninizi çox qarışdırmayın və hər şeyi içinizdə böyütməyin. İndi gələk ayın dolunayına. 30 iyunda Oğlaq bürcündə dolunay baş verəcək. Oğlaq sizin xəritənizdə 6-cı evdir. 6-cı ev iş həyatı, gündəlik rutin, sağlamlıq və iş mühitini göstərir. Deməli, ayın sonunda iş və karyera ilə bağlı bəzi mövzular dəqiqləşə bilər. Uzun müddətdir gözləyən bir iş məsələsi nəticələnə bilər. Bəziləriniz iş tapa bilər. Sağlamlıq mövzuları da ön plana çıxa bilər. Sağlamlığınıza diqqət edin. 6-cı ev eyni zamanda ev heyvanlarını göstərir. Bəlkə də bir küçə heyvanına kömək edəcəksiniz, bəlkə bir ev heyvanı sahiblənəcəksiniz. 30 iyunda Oğlaq bürcündə dolunay baş verəcək. Oğlaq sizin xəritənizdə 6-cı evdir. 6-cı ev iş həyatı, gündəlik rutin, sağlamlıq və iş mühiti deməkdir. Deməli, ayın sonunda iş və karyera ilə bağlı bəzi mövzular dəqiqləşə bilər. Uzun müddətdir gözləyən bir iş məsələsi nəticələnə bilər. Hətta bəziləriniz iş tapa bilər. Sağlamlıq mövzuları da ön plana çıxa bilər. Sağlamlığınıza diqqət edin. Və ən gözəl xəbər də odur ki, iyul ayında Yupiter Şir bürcünə keçir. Bu o deməkdir ki, 12 ildən sonra Yupiter sizin yüksələnizdə, yəni birinci evinizə daxil olur. Məndən bu ay üçün bu qədər. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşmək ümidilə.